Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, yaxşısınız və sizin çillə gecəsi hamınıza mübarək olsun deyirəm. Umarım ki, çillə bayramımız və çilləz mübarək olsun və çilləzdən sonra gələn günləriniz biri-birindən mübarək olsun. Dünənləri də eləyə bilməyədim, kitab oxuyayım sizin huzurunuzda. Amma bir gözəl məqalə oxudum Səid Minai bəydən. Dostlar, haqqı gərək haqq sahibinə verək biz. Mən 1370-dən bu günə qədər onlar məqalə lumpen haqqında yazmışam. Ruznamələrdə, məcəllələrdə, öz weblogumda və bəlkə 10 saatdan çox Günas TV-də də lumpenizm haqqında danışmışam. Amma deməliyəm ki, bu kitabı ki başlamışdıq, oxuyurduq. Keçənki, yəni bir gün öncə, dünənlərə yox, İsrağa gün ki bu kitabı oxudum. Onda bir ışıq gəldi zehnimə lumpenizm haqqında və işarət elədim. Amma yenə də Səid Minai cənabları kimi bu məsələni düşünməmişdim. Yəni, icazə buyurun o məqaləni mən üçün özümə seyv eləmişəm. Yəni, adın sizlərə deyim, onu oxumaq lazımdır. Bizim hamımıza bu lumpenizm məsələsini, xüsusən lumpenizmi biz indiyəcən farsların gözü ilə. Mən bunu dəfələrcə Günas TV-də demişəm. Fars sözünün dənə-bədənəsi zəhərlidir bizim üçün. Çünki onların içində olan məna bizim beynimizi yıxamaq üçün mühəndislik olubdur. İndi biz onların gözü ilə onların yazıları və tərifləri və düşüncələri əsası ilə lumpenizmi danışırdıq. Amma Səid Minai cənabları buna bir taza açıdan baxır, bir ayrı duruşdan baxır və bu çox gözəldir. Məqalənin mən adını sizlərə burada bir dəfə də deyim, dostlarımız onu oxusunlar. Şəban-ı bimuxmurd, əmma lumpenizm nə? Çox gözəl zaviyədən, bir gözəl açıdan mətləbə baxırlar. Oxudum, ləzzət apardım. Yəni, mən keçən illərdə lumpenizm haqqında çoxlu kitablar oxumuşam, çoxlu yazılar oxumuşam, çoxlu yazılar yazılmışam. Amma bu qədər, bu mövzuda ləzzət aparmamışdım ki, düşünmağıma köməklik eləməmişdi ki, Səid Minainin bu 300-400 kəlməli məqaləsi təsir qoydu mənə və çox sevindim, çox sevindim. Təbrik edirəm cənab Səid Minaini, düşüncəsini və baxış zaviyəsini açısın. Çox gözəl baxıblar. Və dostlardan xahiş edirəm, bunu oxuyun, bizi dəyişdirər, bizim baxışımızı dəyişdirər. Mən hətta Günas TV-də də bunu demişdim ki, mütəəssifanə lumpenizm bu günləri Güney Azərbaycanda şeydə deyil, aşağı təbəqədə deyil. Düzdür, aşağıda təbəqədə də lumpenizm var. Lumpençılıq, şuursuzluq, millətsizlik, milli mənafeyi tanımamazlıq. Amma hər nə qədər idarə sisteminə gedir, təhsilatı yuxarıya gedir, danışqaha gedir, danışqahda yüksək mədrəçilərə tərəf cırmaşır, çıxır, doktora, doktora, profesor olur, dövlət sisteminə bağlanır, indi bu olsun, xarimənd olur, əfsər olur, timsar olur, sipəhbud olur, nə bilim, fərmandar olur, ustandar olur, vəzir olur, vəkil olur, məclisə girir, şurayı nigahbana girir. O qədər lumpenləşir. Bu çox mühümdür. Fərq eləməz ki, bu polis olsun şəhərdə, ya bir məqam olsun, ya şura şəhər üzvü olsun,
ya bir ustadı danışqaq olsun. Lümpenlikdir. Amma gedin bunu lütfən o məqaləni oxuyun. Yəni haqqı veraq Səid Minai cənablarına ki, taza bir açı açıbdır, gözəl açı açıbdır. Yəni lümpenizm açısından baxmağı çox gözəl orada açıqlayıbdır. Mən sadəcə əgər istəsəm bağladım, amma onun bir cümləsini oxusam, o bir cümlənin haqqını vermək gərəkir. İcazə buyurun, qeydimcində öz səhifəmə mən Instagramı açım, orada bunu save eləmişəm və orada bunun bir cümləsini açım. Deyir ki, lumpenizm və karkərdهای آن در جامعه. Fars dilində yazıb, çox yaxşı iş görübdür. Fars dilində yazıbdır. Çünki bunları biz onları üçün mənə tay. Türkçə oxumaqda zəifdilər, ya əslən Türkçə oxuyanmırlar. Onlara farsça indi lazımdır. Yəni biz onlarlandır. Biz lümpenlərlə danışmalıyıq əslində indi. Bizim qabağımızda olanların bir çoxu lümpendir. Deyir ki, hərçənd lumpen در لغت فردی بیکار، پست، چاقوچش، لات و ژنده پوش معنی می شود و در جامعه باید آن را در میان طبقات پایین شهر جستجو کرد. لیکن با توسعه علوم انسانی، رشد پیچیدگی‌های اجتماعی جامعه و تغییرات شگرف سیاسی و فرهنگی در گذر زمان، لومپن و لومپنیسم نیز دچار تغییر در معنا، تعریف و شکل شده و تنوع بسیار پیدا کرده است. Bir cümle kurtardı. İkinci cümlede diyor ki, به نظر میرسد برای درک بهتر و شناخت دقیق‌تر این مفهوم و مصادیق آن در جامعه باید بیشتر از معنای لغوی آن به ویژگی‌های شناختی آن پرداخت. Bura mühümdür. به ویژگی‌های شناختی آن پرداخت. Farsın fərhəngindən çıxışıya və onu nə cür tanımaq olar, hangi əlaim və nişanələrlə tanıyarıq, onu gərək başa düşək. Ta در آسیب شناسی سیاسی و اجتماعی جامعه مؤثرتر، دقیقتر و موفقتر عمل کرد. Əgər bir cümlədə oxusam ki, elə bir beləsi şey eləmişəm, nə deyirlər, əksini salmışam, yetər. Lumpenizm qidməti bə əndazı tarix şəhərnişini, kətdə olmaz, obada olmaz lumpen, normalda və şəkilgiri hakimiyyət siyasi, diqqət buyurun, lüğət çox mühümdür və şəkilgiri hakimiyyət siyasi və ictimai در جهان دارد. لومپنها افرادی هستند که در هر حوزه‌ای که ورود کنند در کار تولید کار و محتوا نقشی ندارند. دقت بگیرون، در تولید کار و محتوا نقشی ندارند و بیشتر بازگو کننده سفارشی پیام‌های کارفرمایان خیش که بیشتر از میان صاحبان قدرت‌های رسمی و غیر رسمی جامعه هستند می باشند، بی آنچه نگاه اندیشه محور اعتقادی و فلان داشته باشند. Gözəl yazıb, gözəl tərif eləyibdir. Bunu sifariş eləyəcəyim dostlar, oxuyun. Çox bizim bugünkü mərhələ yaşayış tariximizin dərdinə dəyən bir mətləbdir. Amma qeyd-sax, əgər kitabımızı oxumağa başlasaq, dostlar, 13-cü səhifəyə yetişdik. Keçənki cələsədən bir kitabdan nəql qol elirdi. O nəql qolun birazını oxuduq. İndi yenidən bir ayrı bölümdə, Taoizmdən bir ayrı bölümün açır. Deyir ki, savaş sanatının, biraz mən bunu yekərsəm ki, bu kitab 2500 il öncə deyilir ki,
o zamanlarda yazılıbdır. Ta o düşüncəsi, fəlsəfəsi ya dini üzərində yazılıbdır. Bu din sülhü sevərdir məsələn, amma özü bilirsiniz hər din iddia edir ki, sülh istir, sülh sevir. Hər ideoloji də bu cürdür, hər millət də bu cürdür. Amma təəssüflə o sülhü sındırmaqla başlayırlar. Yəni davam edirlər hətta. Çünki istir bu sülhü ki özünün zehnində var, bunu o birisilərə də qəbul elətdirsin. Bu qəbul elətdirmək üçün onlara həmlə eləmək, onlarla savaşmaq, onları öldürmək məcburiyyətindədir. Və arz edeyim xidmətinizə, bu savaşın səbəbi olur. Hər din də belədir. Hər din də özün yaxşı din bilir və bu dini o birisi insanlara qəbul elətdirmək üçün, o birisi insanları öz dinlərinə gətirmək üçün savaşa girirlər. O sülh ki dinin hədəfidir, onu aradan aparırlar. Məsələn, İslamda Bismillahirrahmanirrahim ən gözəl cümlədir ki, insaniyyətə lazımdır. Amma elə bununla biz savaşlar başlamışıq, savaşlarla insanları qətlə yetirmişik və çalışmışıq onları müsəlman eləyək. Hər halda kitabımıza qeydək. Deyir ki, savaş sanatında stratejinin anlaşılmazlığı ən önəmli unsurdur. Mən fikir edirəm ki, buranı oxumuşduq, amma yenə də deyir ki, savaş hünərində sanat dedik ki, yəni incə sənət, hünər. Hünərində strateji anlaşılmazlığı, yəni bunun düşünə biləcəkliyi, rahatca dərk eləməyi, düşünmək türkçədir, dərk, idrak, qabilə fəhm budən, farsçasıdır, o birisi ərəbcəsidir. Ən önəmli unsurdur. Stratejidə ən önəmli unsur nədir? Budur ki, mən fikrim bunları oxumuşduq. Onun düşünülməğidir, düşünə biləcəyidir. Tamam, neyini? Duruş bəlirsiz, mövqeyi tutmaq. Biz Azərbaycan və Türk məsələsində istiqlal ya federalist məsələsində mövqeyi tuturuq. Duruşumuzu bəlli edirik. Mən istiqlalçıyam, biri federalçıdır, biri qanun əsasıdır, biri İrancıdır. Bunlar duruş bəlirlirlər. Bəlirləmək, yəni müəyyən edirlər. Duruş bəlirsiz, yəni duruşu müəyyən eləmək. Mən bunu geçən, burada elə buranı oxumuşduq. Hamlələr oxumuşam. Bu hamlələri hamilə oxumuşam, amma hamilə kimi yazılır dostlar. Amma həmləymiş. Mən iştibah oxumuşam. Həmlələr öngörülməz olunca deyir ki, duruş bəlirsiz, həmlələr öngörüşməz olunca həmləyə hazırlıq yapmaq imkansızdır. Duruş bəlli olandan sonra, bəlirsiz, yəni bəlli olmayandan sonra, ya bəlli olandan sonra hər halda bunların hər ikisi mövqeyiyyət. Bizim mövqeyiyyətimiz nədir? Azərbaycan və İran məsələsində, məsələn, Türk və İran, Fars məsələsində bizim duruşumuz nədir? Deyir ki, həmlə bilirik, təxacüm. İkisi də ərəbcədir. Hücum sözündəndir. Bizdə də işlənir, həmlə, hücum. Həmlə də dedim elə hamilə kimi, həmmal kimi. O da o bir şeydir. Yəni, hərəkət eləmək, bir şeyi daşımaq ya bir şeyi aparmaq. Öngörüşülməz, yəni qeyri-qabili pişbini, öngörüşülməz. Yəni, farsca desək, piş, qabaq, görüşülməz, qeyri-qabili görmək. Yaxşı, öngörülməz, yəni qeyri-qabili pişbini olunca, pəs duruş bəllidir. Əgər bu duruşunuz bəlli oldu ya bəlli olmadı, hər ikisi.
həmlələr qeyri-qabili pişbini olsa, həmləyə hazırlıq yapmaq imkansızdır. İndi o həmləyə hazırlıq ola ki, onu sən onun qabağında nə edəcəksən, o həmlə nədir və sən onun qabağında nə edəcəksən, bu əgər bəlli olmasa duruşuz, sən orada bir iş görənməsən. Baxın, burada biz milli hərəkətə gələndə, biz əcəba tamam fikirlərimizi, düşüncələrimizi, stratejilərimizi, taktiklərimizi gündəmdə qoymalıyıq ki, insanlar biz baxın, hay, fəryad, aydad, ay bidad, mən filan qızı qaçırdacağam. Bir nəfər istirməsən bir qızından evlənə. Bunu desə dədə, nənə, bacı, qardaş, famil o qızı qoruyarlar, sən qaçırdanmasan. Amma deməsən, gelib qaçırda bilərsən. Çünki o ailə sənin duruşu bilsə ki, nə edəcəksən, sənin bilər ki, sənin qabağında nə edəsin. Amma sənin duruşu bilməsə, bəlirsiz olsa, yəni bəlli olmasa ki, nə edəcəksən, həmlən nə olacaqdır, o ailədə orada bir iş görə bilməz. İndi biz əcəba qışqırmalıyıq ki, ay İran, biz beləsi səni təcziyə eləyəcəyik, biz beləsi istiqlalımıza ələ gətirəcəyik, ay istiqlalçılar bu işi görün, ay o işi görün. Yoxsa işi görməliyik, düşmən bilməməlidir, biz bəlirsiz mövqe tutmalıyıq, yəni bəlli deyil nə eləyəcəyik, düşmən baş tapmasın biz nə eləyəcəyik, amma lazım gündə xiyabana çıxacaq, çıxaq xiyabana. Acaba lazımdır ki, biz deyək ki, filan küçədə yığaşacağıq, filan meydanda, filan bazarda, filan çaharrahda toplanacağıq, yoxsa deyək ki, hər kəsən şəhrinin, məhəlləsinin çıxsın meydanlarına məsələn. Məsələn deyirəm. Bu duruş bəlirsiz olandan sonra həmlələrin öngörülməsi bizim həmlələrimizi onlar pişbini eləyələr, öngörələr ki, biz nə edəcəyik? Nə olar? Həmləyə hazırlıq yapmaq imkansızdır. İmkansız olar ki, bizim qabağımızda dursunlar. Amma biz qabaqdan car vursaq ki, ay dad, ay bidad, gəlin bizi tutun, onlar da gəlirlər, bizi tutarlar. Çünki biz onlara yer veririk da, cira veririk ki, buranı vurun. O sərbazçılıq eləyənlər bunu bilərlər. İstirsən məsələn, deyərsən ki, düşmən filan yerdə durubdur, onun mövqeyiyyətini deyirsən, bu buradan bir dana RPG, top, muşək, güllə salır onun başına, orada onu öldürür. Əcəba biz yerimizi bəlli eləməliyik, işimizi bəlli eləməliyik, yoxsa gizliliği, baxın dostlar, biz milli hərəkət bir savaşdır, müqəddəs savaşdır, mənim nəzərimdən. Çox adamlar bunu müqəddəs bilməzlər, amma mən müqəddəs bilirəm. Mən müqəddəs bilirəm. Bu milli savaşda əcəba biz tamam duruşumlarımızı, rəsmi ələni qışqırıb, düşüncələrimizi, düşməni agah eləməliyik özümüzdən, yoxsa biz dostların biri yazıb ki, casus filan baxma. Bu baxımdan düz deyir. Yəni biz məsələn car vuraq ki, biz filan işi görəcəyik. Tamam, düşmən bunu bildi. Bizim də onu görmək ehtimalımız sıfıra gəldi. Ya əgər o işi görsək də müvəffəqiyyət ehtimalımız sıfıra gəldi. Məsələn biz bir gün silahlanacağıq. Bəlkə də indi silahımız var. Biz bunu deməməliyik. Biz deməməliyik ki, bizim silahlı gücümüz kimdir? Nə qəddirlər? Hardadılar? Harda təlim görüblər? Harda təlimlərin gücləndirirlər? Harda bizim mənabə malimiz nədir? Filanımız nədir? Düşmən nə deyir desin? Düşmənin adamları İnsafəli casusdur, İnsafəli Avropaya bağlıdır, Amerikaya bağlıdır, Kanadaya bağlıdır, nə bilim ərəblərə bağlıdır. Dostların biri bir məqalə yazıbdır. Dost deyək da, düşmən deməyək. Çünki bunlar anlamayan dostlar da var, anlayan dost da var. Anlayan düşmən də var. Yazıbdır ki, İnsafəli Hidayətə Ərəbistan bir dana nəft lüləsi ixtisas veribdir. Vallahi çox gözəl. Yəni sağ olsun ki, bunu kəşf edibdir. Bir komutan
Komutan dedik ki, latincə sözdür, fərmandeh indi deyilir İranda. Elə Azərbaycanda fikirəm komutan deyirlər, Türkiyədə də komutan deyirlər. Bir komutanı savaşta yenilgidən uzaq tutub zəfər kazandıran şey öngörülməyən ağılcılığı ilə izi algılanmayan hərəkət tərzidir. Deyir ki, bir komutan, bir nəfər ki, indi Güney Azərbaycanda ya İranda olan türklərin hərəkatında, yəni Qəşqailər var, Xələclər var, Xorasanlılar var. Əlbəttə Xorasan adında mən bir şey rəsmiyyəti tanımıram. Ora Türkmənistanın altıdır və bu tərəfdə Türkmən səhradır. Türkmənistan cənubi Türkmenistandır. Axı bizim dostların bəzisi bu Əfqanlıları təhqir eləmək üçün farsları təhqir elirlər. Farsların toruna düşüblər. Ha, İstirlər farsları təhqir eləməklə onları aşağı görsədilər. Olmaz. Çünki onlar iş üstündədir, onlar güc üstündədir. Onlar dövlət əllərindədir. Onlar təhqir olmazlar. Nə qədər coş deyəsən də onlar təhqir hiss eləməzlər. Çünki onlar güc əllərindədir. Bu günləri biz onların quluyuq, quluyuq. Amma dostlar istəyirlər bunları təhqir etsinlər, Əfqanlılar. Olan Əfqanistan 4-5 dəfə Türk İmparatorluğunun qaynağı olubdur. 4-5 dəfə tarixdə, keçən 1000 ildə 4-5 dəfə türklərin qaynağı olubdur. Güc qaynağı, imparatorluq qaynağı olubdur. Əfqanistanın bir çoxu millətinin bəlkə 100də nə bilim neçəsi türkdür. Biz niyə Əfqanlı adı ilə Farsı təxrib eləyək? Farsı təxrib eləyək? Eləyək. Onda sözümüz yox. Amma Əfqanlılar ki türkdülər. Niyə onları qoyaq Farsın hesabına? Əfqanda milyonlar türk var ki türkçülük uğrunda savaşırlar. Hətta Səfəviyyəni yıxanlar Əfqanlılar, düz Əfqanlıdılar. Amma türkdülər. İndi bir komutan, fikir edin ki, cənabınız bir qələm komutanısınız, bir neçə nəfərə fikir verirsiniz. Öz ailənizdə, dostlar arasında, internet sahəsində, məcazi dünyada bir neçə nəfər sizin məqalənizi, yazınızı, danışığınızı eşidir, oxuyur, sizdən yol arcar, bir şeylər alır, örgəşir. Sizin bir komutansınız orada. Bir komutansınız, bir lidersiniz, bir rəhbərsiniz. Baxın, rəhbərlik çox gözəl bir şeydir. Hamımız çalışmalıyıq ki, öz community deyirlər burada, öz dostlarımızın içində, qonşularımızın içində, şəhərimizdə lider olmağa çalışmalıyıq. Çünki mən lider olmasam, sən lider olmasan, kim lider olacaq bu şəhərdə, bu kətdə, bu məhəllədə bizi cərəyana hərəkətə gətirsin? Bu məmləkətdə bizi hərəkətə gətirsin? Bizə mənafeyimizi, milli mənfəətlərimizi düşündürsün? Bizə milli mənfəəti nə cür ələ gətirəcək onları düşünsün? Nə cür bizi bu yolda bəsic eləyəcək, hərəkətə gətirəcək? Kim? Niyə biz rəhbərliyinə bu qədər müxalifət edirik? Düşmənin toruna düşmüşük ona görə. Düşmən bizə deyir ki, sizin rəhbəriniz olsa, siz birləşsəz, siz bir əmir altında, bir hizb altında, bir cəryan altında toplaşsınız, məni yıxarsınız. Bunun üçün rəhbərlik dövrəsi keçibdir, fərdi rəhbərlik filan keçibdir, hizb dövrəsi, dövrəsi, ideoloji dövrəsi keçibdir. Necə keçibdir? Niyə sənə keçməyib, mənə keçibdir? Niyə sənin rəhbərin var, liderin var, hər səthdə rəhbərləri var. Bir dana paygah-ı müqavimətdə rəhbərləri var, bir dana şəhərdə rəhbərləri var, 10 dana, 20 dana rəhbəri var bir şəhərin. Bir ustanın ustandarı var, fərmandarları var, bəxşidarları var. Bunlar siyasi rəhbərləridir. Ondan sonra bunların ayrı amuzişi pərvərişinin rəhbərləri var, müdir kullar, orada rəhbərdirlər. Sonra onların hamısının da muavini var. Hamısının müxtəlif muavinləri var ki, muavinlər özləri rəisdirlər müxtəlif qruplara. Ondan sonra
idarələr var. Vahlar var iqtisadi. O birisi idarələr, məsələn, maliyyat idarəsinin lideri var. Bunlar hamısı liderdir, bunlar hamısı rəhbərdir. Amma bizə yetişəndə siz təşəkkülləşməyin, sizin lideriniz olmasın, hizbli dövrəsi keçibdir. Hizbi nə işlir filan, nə? Bunlar bu oyunlardır ki, bizim zehnimizə düşmən keçirdi və biz inanmışıq. Hər kəs bunları deyir, dostlar, brainwash olub. Düşmənin dediği kimi düşünür, istədiyi kimi düşünür. Və o düşüncəni bizim aramızda yaymağa çalışır. Bizim hizbimiz, Güney Azərbaycan və İranda olan türklərin hər hizbi bizim hizbimizdir. Yanlışlıqları ilə, doğruluqları ilə. Çünki biz qabağa getmək üçün yanlışlıqlar eləməliyik, ta doğruluqları ürgəşək. Heç birimizin təcrübəmiz yoxdur. Hamımız brainwash olmuş insanlarıq. İndi biz istəyirik hərəkət eləyək. Hərəkət eləyəndə nə olacaq dostlar? Biz iştibahlar eləyəcəyik. İştibahlar eləyəcəyik ki, nə olsun? Doğrusun bilək. İslah eləyəcəyik. İştibah eləmək bizi tərd eləməyə gəlməz. Mən iştibah yazmasam hardan doğrusunu düşünəcəyəm? Mən iştibah fikirləməsəm hardan doğrusunu tapacağam? Təbii ki, iştibah eləyəcəyəm. Sizlər, dostlar, yazanlar, eşidənlər intiqad eləyəcəklər. İntiqad eləyəndə mən bunu düzəldəcəyəm, biləcəyəm ki, harada iştibah eləmişəm. Ya bir stratejim var. O stratejini ya ələnən demişəm, ya da gizli saxlamışam. Amma təşkillərim var. O təşkillərlə hərəkət edirəm, iştibahlarım olur. Bəzi iştibahlar əmdəndir. Əmdən o iştibah elərsiniz ki, düşmən ora mütəmərkəz ola, siz ayrı yerə gedəsiniz. Siz düşmənə iştibahi bir istədiyiniz yeri adres verərsiniz. Düşmən gedər ola, siz o birisi tərəfdən işinizi görərsiniz. İndi komutan kimdir? Bu kitab nə deyir? Deyir ki, bir komutanı savaşda yenilgidən ilə yenilgidən uzaq tutub zəfər kazandıran şey öngörülməyən ağılcılığı ilə izi algılanmayan beləsi oxunmalıdır. Algılanmayan hərəkət tərzidir. Bir fərmandehi, savaş fərmandehin onun şikəst napəziri farsçada şəx, yenilgidən qoruyan, onu yenilgidən, yəni şikəstidən yenmək dedik, yəni yıxmaq. Yıxmaqdan, qayb etməkdən, bunu dünənləri dedik ki, türkcə bunu qayb etmək dedik. Qayb özü ərəbcə sözdür, amma işlədirik. Qaybıdan, uduzmaqdan uzaq tutan bir şey nədir? Və onu zəfəri kazandıran dedik, yəni piruzi, zəfəri kazandıran ya qazanmaq, savaşı qazanmaq bu piruzi adına gəlir farsçada. Kazandıran şey nədir? Öngörülməyən ağılcılığı. O fərmandehin qeyri-qabili pişbini hərəkətləri ki, ağıl əsasındadır. Ehsas, duyğu yox. Pəs, bir fərmandehin uduzmama səbəbi nədir? Onun ağıl əsasında düşmən vasitəsilə öngörülməyən ilə, yəni bununla bərabər, ikincisi nədir? İzi, yəni o nişanələri, keçən dəfə dedik, algılanmayan hərəkət tərzidir. Onun o hərəkətləridir ki, izləri, əlamətləri, nişanələri təqib edir. Budur. Yalnızca təhcə, yalnız yəni fəqət. Amma, lakin, bu sözlərin burada türkcəsi. Yalnızca durumu bilməyənə, bəli, etki edilməz. Amma bir nəfər ki, o durumu biz hardayıq, nə vəziyyətdəyik, durumumuz nədir? Güney Azərbaycanlıların, türklərin İran adlanan məmləkətdə, cədid-i təsis məmləkət, cəli məmləkətdə bizim durumumuz nədir? Yalnızca durumu bilinməyən
mövqeyiyyəti bilinməyən bir şey etki edəməz. İndi mən bir tərəfəm. Mən nə etkim olar, nə təsirim olar, etki təsir. Təksir edə bilməz. Gərək durumun müşəxəs olar. Sənin gərək mövqeyiyyətin müşəxəs olar. Mən Azərbaycancıyam, türkçüyəm, mən türk dünyası tərəfdarıyam. Mən türk birliyinin tərəfdarıyam. Düşmən nə deyir desin. Adın qoysun, pan-türk, hər nə deyir desin. Mən özümü, öz millətimi, öz millətdaşımı, qandaşımı, dildaşımı, vətəndaşımı sevirəm, aşiqiyəm. Mən düşmənimi sevmirəm. Bu türlücəkdir. Mənə bunu pan-türk deyirlər, desinlər. İftixar, iftixar. Niyə onlar özlərinə pan-fars deyirlər, heç nayrahanda olmurlar? Amma bizə pan-türk deyəndə biz nayrahanda olur. Bizə dedilər, sən pan-türksən, türkləri sevirsən. Təbii ki, sevəcəyəm. Təbii ki, sevəcəyəm. Mən düşməni sevməyəcəyəm. Özümü, öz millətimi sevəcəyəm. Öz vətənimi sevəcəyəm. Bizim 7-8 dənə müstəqil dövlətimiz var. Və bizə tay Güney Azərbaycan və İranda o yaşayan türkçəmənlər, türklərə tay bir iddə türklər də vardı ki, mütəəssifanə müstəmirədirlər. Sümürgədirlər, sümürmək altındadılar. Zəlilər yapışıblar, onları sümürürlər. Biz bir-birimizə yapışsaq, o dövlətlər hələ bir-birinə yapışsa, 300 milyonluq bir millət olur. Amerika milləticə millətimiz olur. Və toprağımız 2 Amerika qatıca uzunluğu olur. Nə istəsək bu torpaqda eləyə bilmərik. Bir şey bizi daha bir-birinə, dilimiz, şəfahi dilimiz bir-birinə çox yaxındır. 1-2 gün qulaq assaq qırğız türkçəsinə, türkçəmən türkçəsinə, 2 gün, 3 gün qulaq assaq, qulağımız adət eləyəcək ki, hə, bunlar bu sözü belə deyirlər. Ləhcələrində belədir. Mən deyirəm mən, o deyir bən. Mən deyirəm gedax, o deyir gedəz, gedək. Fərqi budur. Gedəniniz. Məsələn, çox belə rahat yeni biz əlifbabımızı latincəyə çevirsək, bu millətlərin hamısı Çindən tutmuş ta Bulqaristanın ən sonuna qədər yapışan torpaqlarımız bir-birinə. Biz bir-birimizin dilimizi dedim foru başlayacağıq. Yazılarımızla da milyonlar cild kitablarımızı oxuya biləcəyik. Elmi kitablar, dövlətçilik kitabları, stratejik kitablar, elmi kitablar, danışqahi kitablar, ədəbi kitablar, həmasi kitablar. Dünyanın ən böyük həmasə kitabı Mannaslar hekayəsi həmasəsidir. Şahnamə onun yanında %1'dir. Farsların şahnaməsi Mannasın yanında %1 de deyil. Ki bizim dilimizdə deyil şahnamə və bizim millətimiz üçün də. Bizim millətimizin düşmənlərinindir. Turan İran savaşıdır orada. Əlbəttə bəlli deyil İran haradır. O şahnamədə heç vaxt bəlli olmur ki. Şahnamə İranı bəllətmir. Şahnamə bir ideoloji, şahnamədə İran sözü bir ideoloji və bir siyasi düşüncədir. Şey deyil, topraq deyil, hakimiyyət də deyil, dövlət də deyil. Şahnamədə olan İran nə dövlətdir, nə hakimiyyətdir, nə topraqdır, nə vətəndir. Bir ideolojidir, bir siyasi düşüncədir, bir dövlətçilik qavramıdır, özü deyil. Amma Türkistan ya Turan bir dövlətçilikdir, bir imparatorluqdur, bir uzun geniş topraqdır. Bir millətdir ki, Türk'dür adı. Ləhcələri fərqli. Amma bir ulu millətdir. Və bir gün gələcək. Və bir gün gərək gəlsin.
necə Amerika muhacir insanlardan muhacir dinləri ayrı, məzhəbləri ayrı, dilləri ayrı, torpaqları ayrı, vətənləri ayrı, tarixləri ayrı, ideolojiləri ayrı, baxışları ayrı, iqtisadi durumları ayrı bir insanlardan 50 dövlət yaradıb. 50 iyalət, 50 dövlət, state yaradıb. State yəni dövlət. Mərziləri müşəxəs, sərhədləri müşəxəs, hər şeyləri müşəxəs. Və hər dil orada rəsmidir, heç dildə rəsmi deyil. Bunlardan rəhli insanlardan heç zada o birisinə bənzəmir, bir adamın o birisi qonşusu ilə heç zada bir-birinə bənzəmir. Onların hamısı belə bir millət 30-300 neçə milyon və dünyaya hakimiyyət edir. Necə ki biz burada 8, 10, 15 dana Türk dövləti qrup, indi 8-i var, neçə dana da qrup və bunlardan bir Türk birliği çıxada bilməyək. United Turk States, Birləşmiş Türk dövlətləri niyə qura bilməyək? Niyə bizim NATO kimi bir ordumuz olmasın? Niyə bizim iqtisadi özümüzün Türklər bankları olmasın? Bizə nə zərəli var ki biz türkçü olaq? Xeyrindən sonra bu fikrin heç zərəli yoxdur. Tamamən başdan ayağa xeyirdir. Məsələn, buradan durasan, minəsən qətara, trenə, Təbrizdən, Ərdəbildən, Urmudan, Zəncandan, Tehrandan, Qumdan, hər yerdəki varsan, vətənin, türk vətənidir. Sürəsən gedəsən, Çin mərzinə, Çinin içindəki Türkistana yaşayasan, orada yaşayasan, gedəsən Avropada yaşayasan. Niyə olmasın? Bu azadlığın ola. Heç kəs sənə deməyə ki, sən xaricisən, bizim toprağımıza gəlsin. Hamı deyə, bu da türkdür, bu da türkdür, bu da türkdür. Mənim vətəndaşımdır, qandaşımdır, dildaşımdır, yoldaşımdır. Yalnızca durumu bəlinməyənə etki edilməz. Əgər bir adam durumu bəlli deyil, ona heç təsir qoyanmaz. Ya o da təsir qoyanmaz. Hə, bəzi adam ağıllıdır. Bir dənə serial verirdi dostlar. Bu serialı tapsaz baxın. O, mən adı yadımda deyil, amma İran-Əraq savaşında fikirlə bunu verirdilər. Bir dənə restoranda, Fransəli bir restoran idi. Restoran sahibi Almanlılara işlirdi zahirdə. Yəni restoranı Almanların ixtiyarında idi. Və Fransəlilər bu restoran sahibini xain bilirdilər. Amma bu dalda da bu Fransəliləri, İngilisləri, Amerikalıları, o birisi qüvvələrin xələbanları, sərbazları əsir olanda, ya düşəndə əsir ehtimalı olanda bunları gizlədirdi, elə o saxtmanda, ya ayrı saxtmanda və oradan qaçırdırdı, nəcat verirdi. Ən sonunda da həm Almanlılar bunu istəyirlər öldürələr, həm Fransəlilər. Çünki hər ikisi xain bilir. Bu vəsətdə bir nəfər yetişir, bu adamı dara asıblar, yetişir və görür ki, bunu dara asıblar, tez o darın ipini qırır, bunu adam nəcat verir, deyir, oğlum bu sizin ən vətənpərəstiniz buydu, çünki özün düşmənin içinə girmişdi, indi bunu Türkiyədə kamuflaj deyirlər. İstitar eləmişdi, girmişdi düşmənin içinə, düşmənin içində düşmən görünürdü, amma ən bizim mübarizlərimizdən, millilərimizdən çox milli adam idi və millətə xidmət edir. Belə bir insanlarımız da ola bilər ki, girərlər düşmənin içinə, ittilata, sipaha, rəhbərin evinə, fulana, bəhmana və işləyə bilər. Burada biz deyək, onlar bəlirlətmirlər və bizə də deməyərlər. Lazım deyil bu adam gələ mənə açıqlıq verə, hə, mən də getmişəm məclisdə, ya dövlətdə, ya ittilatda, ya sipahda, ya filan yerdə işləyirəm, Azərbaycancıyam. Çünki mənim ağzımın zipi yoxdur. Mən gedərəm bunu hətmən deyərəm bir yerdə, özümü şişirtmək üçün. Mənim də belə bir dostum var, bizim də sipahda, ittilatda, filanda belə bir adamımız var. Onu tutarlar, həsf elərlər, biz də bir dana böyük bir gücü əldən verərik. Bu qədər sadə olmamalıyıq. Bunun üçün bizim ağzımız və gözümüz çox bağlı olmalıdır.
Qədim deyərlər, dırnağı çəksə ağzından söz alanmıyor. Amma biz üçün bilirik ki, biz belə deyirik, %90'ımız, %99'umuz belə olanmarıq. Onun üçün ağzımızı arvadımızın, uşağımızın, qızımızın, dədəmizin, nənəmizin, qardaşımızın, dostumuzun, yoldaşımızın yanında da ağzımızı zipləməliyik. Hər şeyi onlara deməməliyik. Və lazım da deyə bilərlər. Lazım da deyə bilərlər. Mənim dədəmin bilməyi ki, məsələn, bizim silahımız var ya yoxdur, nə faydamıza dəyər? Heç şey. Mənim oğlum mənə dedi ki, bizim silahımız var. Çıxacaq küçədə, hamıya deyəcək. Onlar da mənim dədəmi, dədəmdən sonra məni, məndən sonra onu tutub yetişəcəklər bir yerə. Niyə deyək, niyə də yetişək? Ağıllı olmalıyıq. Bilgilər öngörülməzlik pilələrindən saklarını, bugünkü cümlələri əslində oxuyamıram, saklanır. Bilgilər öngörülməzlik planlarına saklanır. Böyləcə duyğuları algılanmaz bəlirsizlik içində hərəkət edilər. O zaman yolları kəsilməz. Görürsün, bəlirsizlik, indi burada bəlirsizlik çox tərif edir əslində. Deyir ki, mövqeyyətinizi açıqlamayın, düşmən sizi tanımasın. Bilgilər. Bilgi yəni o şeylər ki, biz bilirik. İndi misallar vurdum da, bizim məsələn silahlanmışıq, falan yerdə adamımız vardı, bəhman, bu cür bir şeyləri. Hizbimiz falan, bu cür bir şeylər. Deyir ki, nə olar? Öngörülməz bu bilgilərin bəlli olunması qeyri-qabilin pişbini budən farsça. Əgər onları öngörə bilməzlikin qoruya bilsək ki, insanlar onu təxmin vurub, həds vurmasınlar, vura bilməsinlər, bunu əgər eləyə bilsək, bilmirəm plərəlinin nə deməkdir, saklanır. Yəni, onların sırrılığı, mən fikirdən bulmanı, onların sırrılığı saxlanırlar. O bilgilərin sırrı olmağı saxlanırlar. Saklanır, yəni saxlanar. Böyləcə, əgər saxlansa nə olar? Böyləcə duyğuları algılanmaz. Gizli olsa nə olar? Duyğuları, ehsasları, hissiləri, duyğular, hissilər alınmaz, bəlli olmaz, görünməz. Onda nə olar? Bəlirsizlik içində, onda ki, heç də bəlli olmadı, gizlətdik, hərəkət edərlər. Onda hərəkət edə bilərsiniz. O zaman yolları kəsilməz. Onda sizin yolunuz düşmən ilə kəsilməz. Yəni, düşmən gəlib qarşınıza çıxmaz. Siz bəlirsiz, hərəkət edirsiniz, bilmirsiniz, hərəkət edirsiniz, düşmən sizi təxmin eləyib, həds vurub, öngörü ilə əsasında sizi gəlib yolunuz düşmənlə kəsilmir, qarşınıza çıxmır. Gedirsiniz, siz yolunuza düşməni də əsən yozdurursunuz. O da bir məsələdir. Bir ittilaat verirsiniz, bir bilgilər sızdırırsınız düşmənin içinə ki, düşmən onun dalısından farslar deyirlər noxud siyah. Qara noxud axtarmağa gedirlər, siz gedirsiniz işinizi bu tərəfdən görürsünüz. Savaş sanatında son tutsu belə deyir. Bu kitabda son tutsu belə bir cümləsi var. Ola bildiyincə gizlin, ola bildiyincə gizlən. Öyle ki görünməz ol. Ola bildiyincə gizemli yəni gizli ol. Ola bildiyincə gizemli ol. Öyle ki səsin belə eşitilməsin. O zaman düşmanının kadarı sənin əllərindədir. Gör son tutsu nə deyir bu? O üstəki sözləri son tutsu belə deyir. Deyir, ola bildiği qədər, ola bildiyincə, yəni ola bildiğin qədər, əndazədə, mizanda, hər nəğəndən deyirsiniz, deyin, gizlən, özü gizlə. Ola bildiğin qədər özünü gizlə.
Mən Ruznamə Salamda, orada, burada, o zamanacan ki, orada içəridə işləyirdim, özümü bu cür gizləyə bilirdim. Öyle ki, o qədər yəni bir özünü gizlə ki, görünməz ol, heç kəs səni görməsin. Mənim bir ustadım var idi, bunu dedi mənə. Mən huş eləmədim, Allah rəhmət eləsin. Döktür qəndi, öldü getdi. Səhd elədi, öldü getdi, 1-2 il bundan öncə. O bir gün mənə dedi ki, Hidayət, sıçan olmadan təlisi dəlmə. Mən 1-2 məqalə yazmışdım. Caizə də almışdım, məğrurlaşmışdım. Mənəm Rüstəmi Dəstan. Mənə dedi ki, sıçan olmadan təlisi dəlmə. Özünə fürsət ver, get fok lisansını döşrava al. Sonra ki, sözün geçə bilgiyə yerə yetişdin, danış. İndi danışma. Qəbul eləmədim. Mən fok lisans o zaman mən lisans dövrəsində konkurda 264-cü nəfər idim İran deyilən məmləkətdə və fok lisanda 10-ci nəfər idim. 10-ci. Qoymadılar dərs oxuyam. O zaman hələ bizlər bilmirdik sitarədar eləmək nə mənə. Heç kəs də himayət eləmədi məndən siyasi olaraq, filan olaraq, bəhman olaraq. Sonra da işte Ruznamə Salamdan zaddan datdılar eşiyə də. Yəni, əlbəttə şükür olsun, mən səsim davam etdi. Yolumu tapdım. Çünki mən bir suyam ki, axıram, hangi daş gəlir qabağıma, onun dövrəsindən çıxıb gedirəm. Bundan belə ki, çətinliklər yaşadım. Amma hər halda istəyirəm deyəm ki, yəni, deyir ki, elə səssiz ol ki, görünməz ol, yox kimi. Elə bir sən yoxsan, heç kəs bilməsin. Ya, əhəmiyyət bilməsin. Bu adam nə dərsin, nə qarədir, nə dərdi deyər. Hə? Bu türsə ol. Deyir ki, onda nə olar? Olabildiyincə, oracan ki mümkündür, cizəmli ol. Cizəmli dedik, üst örtülü, müstətir, istitar. Cizəmli ol, yəni sırrı saxlayan ol hətta, beləsi deyim. Niyə? Öyle ki, elə ol ki, sənin belə, sənin özün belə səsin belə eşidilməsin. Səsin belə eşidilməsin. Yəni, sənin nəfəsin, varlığın əslən düşmən sənin varlığı belə bilməsin. Ki, varlığı bilsə, hazırlanar sənin üçün bir iş görsün. Amma deyir, elə səssiz ol, elə gizəmli olur, elə gizli yaşa ki, düşmən sənin səsini eşidib, sənin varlığına ayıq olmasın. O zaman belə olsa nə olar? Bu qədər gizli hərəkət eləsən, səssiz olsan, nəinki yazmayasan? Ha, yaz. Amma məsələn bir ayrı adına yaz. Məsələn. Lazım deyil hətmən. Onun üçün mən bir zamanlar özüm deyirdim ki, əlbəttə, indi genə də burada deyil nəzərdə. Mən o adamlarla ki, iki adlıdırlar, bir cəhətdə müxalifəm. Bir dana qız əksi qoyubdu, gözəl bir qız əksi qoyubdu, bir dana da gözəl ad qoyubdu qıza, gəlibdi, söyüş savaş yazır. Ya Türk oğluyam, Türkəm, Türk dünyası falan, belə bir adlar qoyub, gəlib ama söyüş yazır. Hizbilərə həmlə edir, Azərbaycanın adamlarına, çalışqanlarına həmlə edir, yazarlara həmlə edir, radio televizyonuna həmlə edir, filanına həmlə edir. O Azərbaycan, bu Azərbaycan, Türkiyə, Erdoğan, o, bu, hamıya həmlə edir, tohimdə, söyüş savaş. Bunlar düşməndirlər. Bunlar o bəlirsizlikdən istifadə edirlər, ya Türk adından istifadə edirlər. Mən Türkəm, mən də Təbrizliyəm, mənim dədəm də Türkdür, mən də Azəriyəm, mən də Ərdəbilliyəm, mən də Zəncanlıyam, mən də Kəlanlıyam, mən də Qaradağlıyam. Amma mən söyüş verirəm Türklərə. Mən təhqir edirəm, mən Farsın yanında duraram. Bunlar düşməndirlər. Düşmən də olmasalar, düşmənin beyni yıxanmış, asimilə olmuş məmurlarıdırlar. Ya pul alırlar, ya almırlar. Məmur həmişə pul almaz. O məmurlar ki, pul alırlar, çox ağıllıdırlar. Məmurlar ki, pul almazlar, onlardan qorxur. O məmurlar ki, pul almazlar, onlardan qorxur. Çünki onlar zindanda mən bir şey eşitdim. Bəzi adam siqar külünə adam satar, siqarın özünə yox. Mənə icazə verdi, filan kəsin yanında oturdum, əhsiz saldırdım. Yəni bir dana əhsin, ya onunla oturduq bir nahar yedik. Bir dana buna adam bir milləti satar bəzi adam. Bunlardan qorxun. Bunlar lümpəndirlər.
O ki hüquq alır bir yerdə düşmənlik edir, ondan qorxmayın. Çünki o bəllidir. O bəlli adamdır. Onu tanırsan, bilirsən də ki, ehtiyacı var. Yəni yaşamaq üçün o gedib Sipahda, Ərdəşdə, İstandarda, Fərmandarda, İttilaatda, orada burada işləyir, amma məcburdur, zindicanlığı keçirdir. Amma adam ki müftə işləyir, o adam ya lümpendir, istir olaraq o şeytan deyir, nağıl var deyir ki, şeytan gedirdi əlində zəncir götürmüşdü, gedirdi, yekə zəncirlər salırdı bunun boynuna, onun boynuna, onun boynuna. Bir anda Ayətullah yuxuda bunu görür, deyir ki, şeytan mənim zəncirim hanı, mənim zəncirimi sal boynuma. Hey gedir bu zəncirləri payladı, zəncir salmadı bunun boynuna. Deyir ki, ya şeytan, qurban olum axı, mənim zəncirimi niyə salmısan boynuma? Deyir ki, ola sən elə ömür boyu mənim dalımcan gəlmirsən, düşmüsən zəncir salam sənin boynuma da. Sən elə zəncirsiz mənim dalımcan gəlirsən, sənə zəncir salmaq lazım deyil ki. Onlardan qorxma. Hə, bir də insanlar var, adın qoyur məsələn Rüstəm hətta, Əfrasiyan, nə bilim, Dariuş, Kuruş. Amma gəlir, türkçülükdən difa edir. Ad orada mühüm deyil. Orada bu fikir mühümdür. Ədəbli, mərifətli, ədəb-ərşanlı danışır, yazır və bizi aydınladır. Burada ad önəm daşımır. Əlbəttə ki, bunu deyim. Hər ad bir bayraqdır, biz başımızın üzərində daşırıq. Mənim adım İnsafəli Hidayətdir. Bu bir bayraqdır. Mən ömrümün nənəmcil, dədəmcil bu adı mənə qoyandan ölünəcəm. Bunu daşıyacağam illa ki, bunu dəyişdirəm. Amma dəyişdirsəm də bir iddə insanlar elə məni görəndə İnsafəli Hidayət adlarına düşəcək. Niyə? Bu ad hangi bayraqdır? Bu ad İnsaf Əli. İnsaf da ərəbcədir. Əli də ərəbcədir, Hidayət də ərəbcədir. Pəs mən əvvəl ərəb dilinin bayrağını daşıram. İkinci, bu İslam sözüdür. Pəs müsəlmançılığı da daşıram. Üçüncü, Şiədir, Əli. Bu Şiəliği daşıram. Mənim adımda türkçülük yoxdur. Mənim adımda İrançılıq yoxdur. Hə, qanun biz, baxın dostlar, bunu mən Günaz TV-də demişdim, bir dəfə də indi deyim. Biz Şii yox, biz Azərbaycan. Amma biz Fars Şiəsi deyilik. Biz rəhmətli böyük kumanda Nadir Şah Əfşar, Türk Nadir dövründə Muğanda böyük iclasda alimlərlə birlikdə siyasilərimiz, böyüklərimiz deyiblər ki, biz Şiə deyilik. Biz Cəfəri məzhəbuq. İslamın 4 məzhəbi var, biri də Cəfəri deyiblər. Qəbul ediblər və biz Cəfəri məzhəbuq. İndi bunun son sənədi haradır? Baxın, son sənəddən danışıram. Sənəd, rəsmi. İran adlanan məmləkətdə rəsmi sənəddir bu gün. Bunu dünən oxudum. Məşrutə qanunu əsasının birinci əslində deyir ki, ya müqəddəməsində deyir ki, biz Cəfəri məzhəbuq. Biz Cəfəri məzhəbuq. Biz Fars məzhəbində deyilik. Mənim adım Cəfəri məzhəbliğin bayrağını götürür. Hər ad bir bayraqdır. İnternet sahəsində işləyən insanlar özlərinə bir ad seçir. Bu ad onun bayrağıdır. O ad simgədir, semboldur, bir milləti daşıyır. Mənim kimi təəssüfanə məzhəbdən gələn, şiəlikdən gələn və ərəb dilindən gələn bir addır. Amma tüm bununla tanınmışam, çox da göylüm istir dəyişdirəm. Hətta özümə Sun bəy adını seçmişdim. Sun bəy, San ingiliscə, San Bey. Bey sahil. O yer ki, orada insanlar gəmidən yenirlər və təyyarədən yenirlər. Buna bey deyilir ingiliscədə. Sandakı gündür, gün ki işıq verir. Bunun türkçəsi də olur Son bey. Son bey. Yəni son ağa, son adam, beləsi deyir. Özümə bu adı seçmişdim və bunu hətta istirdim bunu rəsmi elədəm də burada. Amma gördüm ki, mən bu İnsafəli adı 30 ildir
mənə bir Türk milləti içində bir hüviyyət verib, bir kimlik veribdir. Və bu kimlik, bu səs birdən sönsə elə bir İnsaf Əli öldü. Onun səsi eşidilməz bundan bu isə. Onun üçün dəyişdirmədim. Amma vaqa necə bir gün istəyim dəyişim, elə onu qoyaram. Yəni, əlbəttə bir dənə də ayrı bu sorğpus dediyimiz insanların içində bir ada rast gəldim. Onun mənası çox əcib, dərin bir mənası var ingiliscədə və öz dillərində ki, bəlkə bir gün onu deyərəm xidmətçi dostlar o adı qoya bilərlər. Çox gözəl bir addır, çox istiqlal mənasında azadlıq, hürriyyət, bir millətin ayağa durub mübarizə eləməyi çoxlu anlamı var. Yəni bu qızıldərilərin içində bu adın çoxlu anlamı var. Ki dedim, biri istiqlaldır. İstiqlal yolunda savaşmaqdır. Millət qurmaqdır, dövlət qurmaqdır. Bunların çoxlu məfhumu var. Mən bunu baxırdım. Qızıldərilərin kitabında buna 20-30 dana millət yolunda çalışmaq mənası var. Bir kəlmədə. Gözəl bir adlı, gözəl mənadır. Hər halda. Son tutsuya qeydaq. Çünki fikrim yavaş-yavaş bunu çox uzatdım, çox uzun danışdım. O zaman düşmanın kədəri sənin əlləri, qadarı, üzr istəyirəm. Düşmənin qadarı sənin əllərində olur. Ya sənin əllərindədir. Əgər gizli gəlsən, gizli olsan, mövqeyiyyətini bəlli elətdirməsən, o zaman səsini düşmən duymasa nə olar? Düşmənin qədəri. Sərneviş deyirlər farsça. Düşmənin qədəri sənin əlindədir. Qədər bizcə alın yazısı, həyatı, yaşamı sənin əlindədir. Çünki düşmən sənin torva düşəcəkdir. Sən fikirlə bir yerdə gizlənmirsən, nəfəsini belə qurutmuşsan ki, gizlənmirsən ki, düşmən sənin nəfəsi eşidərdir. Düşmən gəlir, sənin torva düşdü, çıxırsan, öldürürsən. Gərək sonututsu, gərəksə Huan əfəndiləri bir araya gələrək çatışmanın ortaya çıxmayacağı, zəfərin isə normal insanların gözü ilə görülməyəcəyi düşüncəsindəki bir fəlsəfi baxış üzərində birləşirlər. Deyir ki, İki dana düşüncə dedi də burada bu Tao düşüncəsinin iki qolun açıqladı. Dedi ki, bir Santutsu adlı bir adam var. Gərəksə ya da o birisi Huan əfəndiləri dedik, bunlar şey üçün savaşdılar, o qulların azadlığı üçün savaşdılar Çində. Bir araya gələcək çalışmalarında, bunların çalışmaları, yəni fikri, düşüncə çalışmalarında bir yerə bunlar yetişirlər. O nədir? Ortaya çıxmayacağı, nədir? O da budur. Ortaya çıxmayacağı, yəni ortaya çıxmayan bir şey ki vardı çalışmalarında, o nədir? Zəfərin isə normal insanların gözü ilə görülməyəcəyi, zəfər dedik qazancı. Qazancı, savaşda qazancı normal, məmuli insanlar, normal latincə sözdür, məmuli, küçə-bazar insanların gözü ilə görünməz. Zəfəri onların gözü ilə məna eləməzlər. Zəfərin isə normal insanların gözü ilə görülməyəcəyini, yəni onlar görə bilməzlər zəfəri. Düşüncəsindəki bir fəlsəfə baxışı üzərində birləşiblər. Bunlar başlayıblar ki, bu nəticəyə yetişiblər ki, hər iki qrup, zəfəri məmuli adamlar baş tapmazlar. Onların gözü ilə görmək olmaz zəfəri. Zəfəri komandaların gözü ilə görəcəksən. Məsələn, bir komanda istir düşməni tora salsın. 20 nəfərə deyir ki, mən bunu özüm cibhədə də gördüm. Mən özüm daxı cibhəyə getmişəm bir müddət. Deyir ki,